İşğaldan azad edilən ərazilərdə qayıdışla paralel yeni iş yerləri yaradılır, əhalinin məşğulluğu təmin edilir. Bu məqsədlə Dövlət Məşğulluq Agentliyi tərəfindən növbəti əmək yarmarkası keçirilib. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə keçirilən yarmarkada müxtəlif müəssisə və şirkətlər tərəfindən vakant iş yerləri təqdim olunub. Cəbrayılda keçirilən əmək yarmarkasında işsiz və iş axtaranlara 100-ə yaxın vakansiya təqdim edilib. Müraciət edənlərə iş yerləri üzrə tələblər barədə məlumat verilib. Uyğun şəxslərin qeydiyyatı aparılıb. İş üçün gəlmişdim mən də bura. Müxtəlif şirkətlərlə görüşlər keçirildi. Bəzi qeydiyyatlar aparıldı. İndi gələcəkdə işlə təmin edəcəklər. Bugün bu yarmarkada iştirak etməyimin məqsədi öz ixtisasım üzrə iş tapmaq və Cəbrayılı daha da inkişaf elətdirməkdir bu sahədə, inşaat sahələrində. Tədbirdə Agentliyin Qarabağ Peşə Hazırlığı Mərkəzi də öz stendi ilə iştirak edib. Mərkəzdə təşkil edilən peşə kursları və bu kurslara müraciət qaydaları barədə məlumat verilib. Nümayəndələr var, şirkət rəhbərləri var. Biz də müraciət edirik, imkan daxilində hamını burada işlə təmin eləsinlər. 8 ayda artıq vətəndaş, ixtisasım müəllimədir. Kurslar zamanı həm də müavinət ödənişi, yəni daha maraqlı gəldi bizim üçün. Ona görə onu seçirik. Bugünkü əmək yarmarkamızda 20 işə götürən iştirak edir. Onlardan 13-ü özəl, 7-si isə dövlət qurumlarıdır. Bu əmək yarmarkasında təxminən 100-ə yaxın vakansiya təqdim olunub vətəndaşlarımız üçün. Vakansiyalarda minimum əmək haqqı 450, maksimum əmək haqqı 2400 manat təşkil edir. Qeyd edək ki, ötən dövrdə Dövlət Məşğulluq Agentliyi tərəfindən azad edilən ərazilərdə 36 əmək, bir peşə yarmarkası keçirilib. Ergün Qəmbərov, ASTV Xəbər.